Barmaq meymunu və ya marmoset, xüsusilə piqmi marmoset, yəni cırtdan marmoset. Dünyanın ən kiçik meymunlarından biridir və çox maraqlı canlıdır. Bədəni təxminən 12-15 sm, quyruğu isə 17-23 sm olur. Çəkisi 100-140 qram olur, demək olar ki, bir ovuc qədər. Cənubi Amerikanın tropik meşələrində yaşayırlar. Braziliya, Peru, Kolumbiya və s. çox çevik və sürətli olurlar. Ağacların budaqlarında hoppanmağı sevirlər. Sosialdırlar, adətən kiçik ailə qruplarında yaşayırlar. Bir-birləri ilə cik-cik səslər və müxtəlif siqnallarla ünsiyyət qururlar. Əsasən saqqız kimi yapışqan ağac şirələri, həşəratlar, meyvə və bəzən kiçik canlılar ilə də qidalanırlar. Barmaq meymunları haqqında maraqlı faktlardan biri budur ki, çox vaxt əkiz bala doğurlar. Ata meymunlar balaların baxımında aktiv iştirak edirlər. O qədər balacadırlar ki, bəzən barmağa sarılıb dayana bildiklərinə görə barmaq meymunu adlandırılırlar.